Azərbaycan ümumiyyətlə təkcə musiqidə yox, Azərbaycan incəsənətində dünya mədəniyyətindən bəhrələnib öz yaradıcılığını quran insanlar haqqında düşünəndə ilk növbədə Qara Qarayev yadıma düşür. Qara Qarayev Azərbaycan musiqi mədəniyyətinə görkəmli simfonist bəstəkar kimi daxil olmuşdur. Onun yaradıcılığı olduqca rəngarəng və zəngindir. Janr diapazonu da çox böyükdür. Kino musiqisi onun üçün çox yaxın olan bir sahə idi və o deyirdi ki, mən kino musiqisini yazanda mən özümü insanlara daha yaxın hiss edirəm. Onun digər sahələrdə apardığı o axtarışlar eyni ilə də kino musiqi sahəsinə aid idi ki, biz görürük ki, həmin dövrdə paralel yazdığı əsərlərlə yanaşı, həmin o kino musiqisi arasında müəyyən səsləşmələr var. Və nəinki səsləşmələr var, onun bir simfonist, dramaturq təfəkkürü onun kino musiqisinə də öz təsirini göstərmişdir. Bir ailə, Bakının işıqları, bir məhəlləli iki oğlan, uzaq sahillərdə, onun böyük ürəyi, əsl dost. Qara Qarayev bizim milli
Əbülfəzoğlu Qarayev 1918-ci ildə Bakıda həkim ailəsində anadan olub. 1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində musiqi məktəbində Kozlovun sinfində təhsil alıb. 1930-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən Bakı Musiqi Texnikumunu fortepiano üzrə Georgi Şaroyevin sinfində təhsilini davam etdirir. Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində professor Leopold Rudolfun sinfində oxuyub. Təhsil müddətində professor Üzeyir Hacıbəylidən Azərbaycan xalq musiqisinin əsasları üzrə dərs almışdı. Üzeyir Hacıbəyli ilk andan Qarayevin istedadını görürdü. Sonralar Qara Qarayev deyirdi, o mənim milli ruhum uğrunda çarpışırdı. Qara Qarayev müəllimi Üzeyir Hacıbəyliyə bəslədiyi sonsuz minnətdarlığını ömrünün sonuna dək qoruyub saxlamışdı. Qara Qarayev 1938-ci ildə Çaykovski adına Moskva Dövlət Konservatoriyasında Şostakoviçin bəstəkarlıq sinfinə daxil olur. 1946-cı ildə oranı bitirir. Qara Qarayev: Mən oxumağa Bakıda Üzeyir Hacıbəyli ilə başlamışam, Moskvada Şostakoviçlə təhsilimi bitirmişəm. Ona görə də Qərb və Şərq lap əvvəldən məndə bir vəhdət təşkil etmişdi. Mən sanki iki ananın oğluyam. Qara Qarayev bəstəkar olmaqla bərabər, həm də zəngin dünya görüşə, ensiklopedik biliyə, fəlsəfi fikirlərə, geniş erudisiyaya, iti zəkaya malik alim, mütəfəkkir idi. Qara Qarayevin yaradıcılıq diapazonu olduqca genişdir. Vətən, Zəriflik adlı operaların, Leyli və Məcnun simfonik poemasının, 7 gözəl, İldırımlı yollarla baletlərinin, müzikallar, suitalar, kantata və oratoriyalar, simfoniyalar, violin, fortepiano, vokal simfonik, kamera instrumental əsərlərin müəllifidir. Bəstəkarın yaradıcılığının ən mühim və parlaq səhifələrindən birini də kino musiqisi təşkil edir. 30 filmin bu bəstəkarı olub. O ilk sənədli filmə 19 yaşında musiqini yazıb və sonuncu 1982-ci ildə Nizami filminin də bəstəkarıdır. İnsanda hər şey gözəl olmalıdır. Görünüşü də, geyimi də, qəlbi də. Çexovun bu sözləri Qarayev yaradıcılığının daimi şüarı olmuşdu. O hesab edirdi ki, kino musiqisi bəstəkar üçün mütləq bir və çox yüksək bir profesional bir məktəbdir. Və hesab edirdi ki, müasir bəstəkar mütləq bu sahədə axtarışlar aparmalıdır. Bir ailə filmi. Bu, İkinci Dünya müharibəsi illəridir. Müharibə ilə bağlı olan sülh və müharibə mövzusu ən aktual mövzulardan biri idi ki, kino sənətində də öz əksini tapmalı idi və o dövrün görkəmli rejissorlarından olan Aleksandrov və bizim rejissorlarla birgə həmin o bir ailə filmi çəkilmişdir ki, o filmdə əvvəldən sonacan onun musiqisi və musiqisinin yazılması Qara Qarayevə həvalə edilmişdir. Qara Qarayev daha bu ilk filmə yazdığı musiqidə filmin kino sənətinin spesifikasını necə dərindən anlamasını nümayiş etdirmişdi və çox gözəl bir kino musiqisini bəstələmişdi. Film 3 novella kimi qurulmuşdu və bu 3 novella kimi qurulan filmdə öncə insana elə gəlir ki, yəqin ki, musiqi də 3 hissədən ibarət olacaqdır və çox güman ki, ola bilsin ki, heç 3 bir-birinə bağlı olmayan hissədən ibarət olacaqdır. Amma bəstəkar bu yolla getmir və çox bir dəqiq bir üsula əl atmışdı və bir melodiyanı seçərək, bu kəklik Azərbaycan xalq melodiyası idi, o zaman çox populyar olan bir melodiyadır və həmin o mahnının vasitəsilə bu 3 novella arasında əlaqələr yaratmışdı. Birinci novellada əvvəl döyüş səhnəsi, bu simfonik belə bir tablodur. Ondan sonra biz müxtəlif xalqlardan olan əskərləri görürük və onların arasında da Nəcəf İbrahimov var ki, hansı ki kəklik melodiyasını ifa edir. Bu melodiya bütün 3 novelladan sanki bir qırmızı xətt olaraq, aparıcı bir melodiya olaraq 3 novelladan keçir və
demək olar ki, bağlayıcı bir funksiyanı yerinə yetirir. İkinci novellədə hadisələr tamamilə fərqli bir məkanda cərəyan edir. Burada biz Bakı neft mədənində çalışan Nəcəfin və onu orada əvəz eləyən Nəcəfin anasının obrazı ilə rastlaşırıq və burada bir-birinin ardınca sanki bir neçə hissədən, bir neçə şöbədən, bölmədən ibarət simfonik kompozisiya ilə rastlaşırıq ki, getdikcə həmin onun gərginliyinin artması, getdikcə dinamikanın artması və bunun əsasında məhz kəklik melodiyanın dayanması həm bir xatirə funksiyasını, həm eyni zamanda bir bağlayıcı funksiya oynayır bu hissələr arasında və son nəticədə kulminasiya anında çox möhtəşəm Azərbaycan qadınının, ananın bir obrazını yaratmağa nail olmuşdur. Bu filmdə onun simfonik təfəkkürü parlaq şəkildə özünü ifadə edir ki, bu xüsusiyyət sonradan və eyni zamanda xalq musiqisinə dayaqlanması və eyni zamanda aparıcı bir janr olaraq mahnıvarilikdən istifadə etməsi sonradan 50-60-cı sonraki illərdə yazılmış əsərlərində də əlbəttə ki, öz davamını və inkişafını tapacaqdır. 50-ci illərdə o bir çox kino filmlərə musiqi bəstələmişdi. Onların sırasında sənədli filmlər də var idi. Rejissor Roman Karmen ilə birgə onlar dənizi fəth edənlər, Xəzər neftçiləri haqqında povest filmini çəkmişdi. Ondan sonra həmin rejissorla o Vyetnam kino filmində və sair filmlərdə də əməkdaşlıq etmişdi və bu bəstəkar üçün yeni bir təcrübə idi. Bir məhəlləli iki oğlan, rejissorlar İlya Qurin və Əjdər İbrahimov tərəfindən çəkilən film. Film şərq ölkələrindən birində sadə adamların sülh və istiqlaliyyət uğrunda apardıqları mübarizədən bəhs edir. Kino filmin əvvəlində istər titrlər zamanı səslənən uvertüralarda, girişlərdə görürsən ki, orada bir mövzu səslənir. Və ya hansısa əsas qəhrəmanın ifa etdiyi Əhmədin çox məşhur mahnısı aparıcı rol oynayır. Bogatым предоставим честь и жадно пить и вкусно есть. Aman, 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 aman. Onun intonasiyaları üzərində kinofilmin giriş hissəsi qurulmuşdur. Ondan sonra tam sonraki bölmələrdə də o mövzu nüfuz edir və digər mövzularla təmasda çıxış edir. Вкусный завтрак свой, запей водичкой дождевой. Burada çox maraqlı effekt bəstəkar əldə edir. Yəni Əhmədin mahnısının səsləndiyi zaman ha vaxt o mahnı yazılmışdı. Yəni Nuri ilə Əhmədin qərar verdikləri zaman ki, onlar qəzet nəşr etməlidirlər və xalqa onların həyatı haqqında həqiqətləri çatdırmalıdırlar. Lakin bunun üçün vəsaitləri olmadığı zaman Nuri həmin o mahnını bəstələyir və Əhməd dostları arasında həmin o mahnını oxuyur, Nuri isə papaqla insanlar arasında gəzir. Və burada çox maraqlı bir situasiya yaranır. Yəni mahnı kadr daxilində səslənir. Amma burada göstərilən səhnə ona tamamilə təzad təşkil edir. Çünki biz yoxsul evləri, ayaqyalın uşaqları görürük və bu dramatik ziddiyyətdir. Həmin o dramatik ziddiyyət əsasında da həmin o səhnənin çox maraqlı qurulması və bu mahnının səslənməsi çox qəribə bir effekt yaranması gətirib çıxarmışdır. 1957-ci il Moskva Ümumİttifaq Film Festivalında Qara Qarayev filmin musiqisinə görə mükafat almışdı. Fikrət Əmirov. Qara Qarayev sənəti əzəmətli, Azərbaycan musiqi məbədinin ən etibarlı dayaqlarından biridir və bu musiqinin dünya şöhrəti qazanmasında onun rolu böyükdür. Qara Qarayev incəsənəti müasirliyi ilə refleksiya edir və onun yaradıcılığı bu zaman kəsiyindən daha böyük əhəmiyyət kəsb edir. Qara Qarayevin yaradıcılığında bəlkə 4 film İspaniya ilə və İtaliya ilə bağlıdır. Mateo Falcone, Uzaq Sahillərdə, Don Quixote, Goya və bu filmlərdə İtalyan, İspan motivləri heç hiss olunmur. Yenə də öz musiqisini yazır. Uzaq Sahillərdə rejissor Tofiq Tağzadənin filmi.
Azərbaycan xalqının şanlı oğlu, Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin 2-ci Dünya müharibəsi illərində İtaliya və Yuqoslaviyada faşist işğalçılarına qarşı mübarizəsinə həsr olunur. Burada Angelika ilə Mehdinin Mixailonun səhnəsini nə qədər ifadəli bir instrumental dueti biz eşidirik və həmin o musiqi qəhrəmanların demədiyi sözləri bizə ifadə edir. Uzaq sahillərdə filmi onun 50-ci illərdə yazılmış ən maraqlı əsərlərindən biridir. Bu əsl bir simfonik povestdir əslində və bir çox hissələrdən ibarətdir. Orada çox möhtəşəm, böyük, mükəmməl, yüksək bir səviyyədə yazılmış simfonik epizodları var. 16 nömrədən ibarətdir həmin bax bu partitura və ümumiyyətlə onun kino partituralarına da nəzər yetirsək, biz görürük ki, onlar olduqca çox böyük və əhatəlidirlər. Böyük emosional təsiri olan bir filmdir və həmin onun o təsirini təmin edən əsas komponentlərindən biri əlbəttə ki, Qarayev musiqisidir. Musiqisi ilə Qara Qarayev filmə xidmət eləmir. Əksər bu filmlərə yazılan onun, yəni bu musiqi elə bir ki, klassik bir şey, elə bir ki, simfoniya musiqi, elə bir ki, konsert, elə bir ki, film üçün yazılan bir musiqi deyil. Bu cür Qara Qarayev bir ki, müstəqilliyi özünü göstərir. Bu film həmin özünün simfonik inkişafı ilə ziddiyyətlər, konflikt dramaturgiya əsasında qurulmuş hər bir qəhrəmanı, burada həm xüsusilə də əlbəttə ki, Mehdinin obrazını, yəni burada lirik dramatik bir planda verilən onun arzularını, onun inamını, onun qələbəyə olan inamını, onun döyüş ruhunu, ondan sonra partizanların obrazını, düşmanların obrazını bəstəkar özünə məxsus bir mövzu ilə səciyyələndirirdi. Film 1959-cu ildə Kiyevdə Ümumİttifaq Kinofestivalının diplomuna layiq görülmüşdü. Qara Qarayeva filmi musiqisinə görə 2-ci mükafat verilmişdi. Bəstəkar filmə çoxlu sayda musiqi parçaları yazmışdı. Xəyallar, həyatlar, üsyan, partizanlar, əskər və sairələri. Film dünyanın 100-dən çox ölkəsində nümayiş olunmuşdu. Tutun onu! Alfred Schnittke, Qarayev şəraitə, müxtəlif təsirlərə tabi olmayan, böyük formata malik, müstəqil inkişaf yolunu tutmuş bəstəkar idi. Onun böyük ürəyi, İmran Qasımovun ssenarisi əsasında rejissor Əjdər İbrahimovun filmi. Azərbaycanın iri metallurgiya və kimya mərkəzi Sumqayıtın inşaatçılarına əsr olunub. Adamların yüksək mənəviyyatından, yaradıcı əməyindən, hər bir çətinliyə mətanətlə sinə gərmələrindən bəhs edilir. Film 3 dövrü, müharibədən əvvəlki, 2-ci Dünya müharibəsi və müharibədən sonraki dinc quruculuq illərini əhatə edir. Bu filmlərə yazılan Qara Qarayev musiqisinin bir ümumi cəhəti var. Bu musiqi müstəqildir. Bəstəkar filmə rəngarəng mahnılar və musiqi nümunələri yazmışdı. Niyazi, Qara Qarayevin musiqisi əyləncə və sakitliyə çağırmır. Əksinə sözün həqiqi mənasında ürəkdən od qoparır, canlı fəaliyyətə sövq edir. Əsl dost, ssenarisi İmran Qasımova aid olan, rejissor Tofiq Tağzadənin dram filmi. Sujet iki dost, Fərman və Əsədin taleyindən bəhs edir. Filmə bəstəkar musiqini simfonik orkestrın müşayiəti ilə yazmışdı. Onun musiqisi heyrətamizdir, özü kimi sərtdir. O hər zaman yenilikçi formalar tapırdı. Musiqinin keyfiyyəti uğrunda mübarizə aparırdı.
Leonid Kogan. Onun misilsiz fitri istedadı, yüksək səviyyəli sənətkarlığı, ömrü boyu bütün gücünü musiqi sənətinə, yaradıcılığa vermək hazırlığı onu hamı üçün istəkli edir. Bilirsən, mən istəyirəm ki, bilmirəm sən necə başlayalım. Bəlkə ayda da balıq tutmaq istəyirsən, hə? Niyə də istəməyim? Mümkündür. Qara Qarayev özü daxilən çox müstəqil bir adam. Qara Qarayev əsr ziyalı. Təbii ki, yaşadığı bu rejimin qanunlarını 100% gözü qəbul etməyən bir adam. Necə bu dövrdə yaşayırdı və onun yaradıcılığı belə bir şəraitdə necə keçirdi? Onun kino musiqisi bu haqda bizə xəbər verir. Matteo Falcone. Fransız yazıcısı Prosper Merime'nin eyni adlı novellası əsasında rejissor Tofiq Tağzadə tərəfindən çəkilən qısa metrajlı bədii film. Başrolda Nodar Şaşıqoğlu çəkilib. Film öz xalqına sədaqət, vətənpərvərlik, işğalçılara qarşı mübarizə kimi mənəvi keyfiyyətlərdən bəhs edir. Bəstəkar təzad prinsipindən, məsələn, Matteo Falcone adlı filmi də qısa metrajlı bir filmdir. Amma həmin o qısa metrajlı bir filmdə bir neçə yerdə çox maraqlı musiqi epizodları var ki, onlardan ən maraqlısı orta hissədə idi ki, uşağa saat təklif olunan zaman və onun daxilində keçirdiyi o tərəddüd hissləri, onun o fikirləşdiyi o məqam və necə gözəl burada o orkestr dramaturgiyasından, tembrlərdən istifadə edirdi. O uşağın qəlbindəki o fikri necə gözəl həmin o musiqi ifadə edirdi. Orkestr vasitəsilə, melodik dəyişkənliyi ilə, onun o tərəddüd hisslərini və s. məqamları çox parlaq bir şəkildə bəstəkar musiqisində əks etdirməyə nail olmuşdur. Filmin musiqisini SSR xalq artisti Niyazinin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ifa edib. Andrey Petrov. Qarayevin musiqisindən onun böyük bədii sənətkarlığı duyulurdu. Bu sənətkarlıq onun dil üslubunun bir sıra özəllikləri ilə özlü melodiyaları, seçili Qarayev çalarları, zəngin ritmikası, ləziz səslənən orkestr ilə açıqlanırdı. Bəzən filmdən o qədər bu musiqi ayrı yaşayır ki, elə bir ki, filmi də hansısa başqa bir səviyyə qaldırır. İnsan məskən salır. Rejissor Arif Babayevin filmi. Tufan zamanı dəniz buruğunda həlak olmuş briqadirin yerinə təyin olunan gənc neftçi mühəndisin ona etimad göstərən briqada üzvlərinin rəğbətini, inamını öz biliyi, bacarığı, cürəti ilə qazanmasından və dəniz mədənində həmişəlik məskən salmasından söhbət edilir. Orada orqan musiqisi, yəni məhz Qara Qarayevin musiqisi, filmdə də hadisələr dəniz məkanı ilə çox bağlıdır. Bu dənizi elə bir ki, mifoloji bir əhəng verir, bir yüksək bir məna əhəng verir. Məhz Qara Qarayevin musiqisi. Dəniz Qara Qarayevin özünə yəqin ki, onun həyatında, onun mənəvi, ruhani aləmində böyük rol oynayırdı. Hər dəfə dəniz peyda olanda Dəniz yönü Qara Qarayev özünə məxsus, ruhani bir, mən deyərdim, musiqini yadır. Rodion Şədrin. Qara Qarayev milli bəstəkar olmaqla yanaşı, milli çərçivəyə sığmayan bəstəkar idi. Çağdaş Azərbaycan musiqi mədəniyyəti özülünün quruculuğunda onun adını Üzeyir Hacıbəyli ilə yanaşı çəkmək olar.
Qara Qarayevin kino musiqisi təkcə Azərbaycan kinosuna aid olan musiqi deyil. O, Rusiyada çəkilən məşhur böyük rejissor Kozintsev onu Don Kixot filminə musiqi yazmağa dəvət eləmişdir. Alman rejissoru Konrad Wolf dahi rəssam Goya haqqında çəkdiyi filmə musiqini yazmağa Qara Qarayevi dəvət eləmişdi. Balqar filminə o musiqini yazmışdı. Yəni Qara Qarayevi çox gözəl tanıyırdılar və Qara Qarayevi dünya kinosunun bir sıra böyük rejissorları dəvət edirdi. O dövrün görkəmli rejissoru olan Kozintsevin dəvəti ilə Don Kixot filminə o musiqini bəstələmişdi. Vaxtilə Kozintseva isə Qara Qarayevi Shostakovich məsləhət görmüşdü Kozintseva ki, Qara Qarayevi bu işə cəlb etsin və demişdi ki, bu musiqini Qara Qarayevdən yaxşı yəqin ki, heç kəs yaza bilməyəcəkdir. Və sonradan Kozintsev film çəkildikdən sonra və biz bilirik ki, nə dərəcədə bu uğurlu bir filmdir. Kozintsev Qara Qarayeva bir məktub ünvanlamışdı və o məktubda yazırdı ki, mən heç zaman çəkdiyim filmlərə baxmağı sevməmişəm və çalışırdım heç zaman da baxmayım, çünki müəyyən o çəkdiyim filmlərə baxanda mən burada müəyyən nöqsanları görürdüm. Mən fikirləşirdim, yəqin ki, bu kadrı bir qədər başqa cür çəkmək olardı. Yəqin ki, bu situasiyanı fərqli bir şəkildə təqdim etmək olardı. Amma bu dəfə televizorda mən açanda bizim Don Kixot filmimiz nümayiş etdirilirdi və mən bu filmə əvvəldən axıracan sizin musiqiniz sahəsində baxdım. Böyük rejissorun bir çox görkəmli bəstəkarlarla işləyən bir insanın dəyərli fikirləridir və bu fikirlər Qara Qarayev musiqisinə verilən düzgün bir qiymətidir. Çox böyük həvəslə bu əsəri yaradaraq, sonradan biz həmin o kino musiqisi əsasında Qara Qarayev çox möhtəşəm, çox orijinal bir Don Kixot adlı simfonik qravürlər ərsəyə gəlmişdi ki, bu Azərbaycan musiqisində tamamilə yeni bir janrın əsasını qoymuşdu. Don Kixot simfonik əsərində biz burada həm müsbət qəhrəmanları, həm də ki, mənfi aləmin parlaq bir səciyyəsi ilə rastlaşırıq. Yəni, burada əvvəla əlbəttə ki, Don Kixot və onun Don Kixotla yanaşı onun iki tərəfini, amma əslində bu yalnız Don Kixot obrazı ilə bağlı olmayan, ümumiyyətlə İspan xarakterini, İspan xalqının xarakterini, bizə onun komik tərəfini və onun lirik tərəfini göstərən personajlarla tanış edir. Yəni, Sancho Panza ilə, o bir tərəfdən onun sevgilisinin obrazı ilə bağlı olan bu lirik xətt, yəni bunlar tam bir bütün əsər ərzində öz inkişafını tapır. Burada bəstəkarın simfonik nəfəsi və onun səyahət biz adlandırdığımız bir mövzusudur ki, əsərdən filmin əvvəlindən tam sonuna qədər, yəni Don Kixotun ölümünə qədər o mövzu səslənir. Nizami, rejissor Eldar Quliyevin filmi. Film pritça dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunub. Film insanın tarixdə rolu, onun adamlar qarşısında borcu haqqında düşüncələridir. Nizaminin mənəvi idealı ilə reallıq arasında uyğunsuzluq şairin insana və ədalətə inamını qıra bilməmişdir.
Filmdə Üzeyir Hacıbəylinin Sənsiz romansı da səslənir. Hər gecəm oldu kədər, qüssə fəlakət sənsiz. Hər gecəm... Yevgeniy Svitlanov Qara Qarayevin ilham pərisinə not sətirləri darlıq edir. Tükənməz fantaziya, çalarların çoxluğu, son dərəcə gözəl melodiyalarla, çox az halda qarşılaşdığımız harmonik bolluğun ayrılmaz uyğunluğu, ritmlər və onların dəyişmələri, səssiz təzadlar və ehtirasın yüksək çılğınlığı. Goya filmi 60-cı illərin sonu, 70-ci illərin əvvəlində oğlu və tələbəsi olan Fərəc Qarayevlə birgə yazılmışdı. Bu film Almaniya Demokratik Respublikasında çəkilirdi o vaxtı. 19-cu əsrin əvvəlində yaşayan, yaradan Fransiska Goya'ya həsr olunmuşdu. Çox maraqlı bir film idi və burada əsas götürülən bir mövzu sənətkar və cəmiyyət, sənətkar və zaman, sənətkarın müasir həyat haqqında düşüncələri və sənətkar bu cəmiyyətdə hansı yeri tutur. Bax, bu problemlər kino musiqisi vasitəsilə, yəni Qara Qarayevin və Fərəc Qarayevin musiqisi ilə çox parlaq bir şəkildə ifadəsini tatmışdı. Onun o kapriços deyilən tutqun rəsmləri, onun çox mürəkkəb bir musiqi layı ilə öz əksini tapır. Qara Qarayevin kino musiqisi müstəqildir. Sanki elə bir musiqi yazır. Və sonra rejissor o musiqini filmə salır. Goya filmi əsasında sonradan bəstəkarlar Goya adlı simfoniyanı yaratmışlar və bu görkəmli sənətkarın son tamamlanmış simfonik əsəri idi. Goya kinofilmində istifadə etdiyi müasir yazı texnikası, uşaq xoru, latın mətni və digər hansısa komponentlər, onların hamısı əlbəttə ki, əsas obraz aləminin açılmasına yönəlmişdir.